Bir neçə gün əvvəl Bakıda məktəb direktorunun son zəng tədbiri ilə bağlı yayılan səs yazısı ölkə ictimaiyyətinin diqqətini yenidən məktəblərdəki tədbirlər üçün pul yığılması məsələsinə yönəltdi. Hamısı minimumdan hesablanmış şeyler uşaqlar. İstəyir rəqsiz olsun, istəyir iş. Karakter pul verəcəksiniz, hə? Verəcəksiniz karakter pul. Şarlara pul verəcəksiniz, bizlərə pul verəcəksiniz, süfrəyə pul verəcəksiniz, fişəngə verəcəksiniz. Aparılan tədbirin rejissorudur. Daha sonra məlum oldu ki, səs yazısı Nərimanov rayonunda yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseybliyə aiddir. Səs yazısından aydın olur ki, direktor son zəng üçün pul yığılmasını tələb edir və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini bildirir. Yeri gəlmişkən, araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə məktəb direktoru vəzifəsindən azad edilib. Qeyd edək ki, bəzi orta məktəblərdə buna bənzər hallara əvvəlki illərdə də rast gəlinib. Bəs vətəndaşların məktəblərdə son zəngə görə pul yığılmasına münasibəti necədir? Əlbəttə yığılmamalıdır. Bu neçə illərdir deyilir, bunun qarşısını almaq lazımdır. Mənfidir fikrim. Pul yığırlar ki, tədbir daha da keyfiyyətli olsun da. Çünki məktəb öz büdcəsini ayırsa, əgər harasa bir tədbir üçün, hər halda biraz o qədər yaxşı olmazdı. Amma uşaqlar özləri yığsalar, özləri təşkil etsə, daha da onlara uyğun olacaq. Ona niyə pul yığılmalıdır ki? İndi uşaqlar öz aralarında nə lazımdır, həll eləyirlər də. Bu şirniyyətidir, nə bilim nə idi, onlar özləri həll eləyirlər. Pul yığılmalıdır deyəndə qeyd olunması üçün təbii ki də vəsait ayrılmalıdır. Sadəcə hər kəs üçün uyğun olan bir büdcə daha normal olar. Məsələn, ayrı seçkilik olmasa, məsələn, qruplaşmalar olmasa, hər kəsin öz büdcəsinə uyğun bir nəsə təşkil etmək mümkündür. Düzgün deyil. Təhsil müəssisəsində pul yığmaq nə demək? Hər şey dövlət tərəfindən təmin olunur. Hər şey qaydalar, qanunlar çərçivəsində gedir. Mən buna müsbət baxmıram, mənfi. Yəni normal qarşılayıram. Məncə olmalıdır. Düzdür, çox böyük miqdarda zor da heç kimdən pul alına bilməz, amma belə lazım qədər yığılsa yaxşıdır. Əgər məcburiyyət varsa, əlbəttə ki, bu düzgün bir şey deyil. Belə deyək də tutalım, 31 uşaq varsa, 10 nəfər istəyir, 15 nəfər istəmirsə, artıq burada məncə bu keçirilməməlidir, məcburiyyət olmamalıdır. Onu da bildirək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi son zəng tədbiri ilə bağlı təhsil müəssisələrinin rəhbərlərinə çağırışlar edərək məktəblərə nümunəvi protokol göndərib. Bəs aidiyyəti qurumların xəbərdarlıqlarına baxmayaraq, son zəng ərəfəsində bu kimi halların təkrarlanması nədən qaynaqlanır? Son zəng kimi böyük tədbirin təşkili üçün məktəbin resursu yoxdursa, o zaman əlavə vəsait haradan tapılmalıdır? Məktəblərə qanuni yollarla hansısa şəkildə maddi resurslar cəlb edilə bilərmi? Bugün sabaha saxlamadan bu və digər suallara aydınlıq gətirməyə çalışacağıq.